Azərbaycan Texnologiya Universitetinin gənc tədqiqatçı və tələbələrdən ibarət komandası region universitetləri arasında ilki imza ataraq tam yerli imkanlarla hazırlanmış süni intellekt əsaslı ağıllı elektrik avtomobili ATU-Car layihəsini ictimaiyyətə təqdim edib. Layihənin təqdimatı Elm və Texnologiyaların müasir trendləri adlı Respublika Elmi Praktik Konfrans çərçivəsində baş tutub. Tədbirdə universitetin rektoru Yaşar Ömərov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, müxtəlif elmi institutların nümayəndələri və sənaye müəssisələrinin mütəxəssisləri iştirak ediblər. Məqsəd bu avtomobilin MVP-sini təqdim edərək, biz bunu daha da gələcəkdə genişləndirib, kargo sistemləri, yəni xüsusən daşıma funksiyası olan sistemləri təchiz edib, dövlətimizə, vətənimizə bir məhsul təqdim etməkdir. Hal-hazırda biz bunun bütün təhlükəsizlik sistemləri, lidar sistemlərini təmin eləmişik, 8 metr məsafəni algılayır. Hərəkət, yürüyüş məsələsi isə artıq bizim növbəti addımlarda biz göstərəcəyik. Universitetin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn ATU-Car, gənc tədqiqatçıların yeni texnoloji çağırışlara cavab verə bilmə qabiliyyətini və texnologiyanın yalnız istehlakçısı deyil, yaradıcı qüvvəsi olduqlarını nümayiş etdirir. Layihə süni intellekt, alternativ enerji mənbələri və ağıllı idarəetmə texnologiyalarını bir araya gətirir.